Salam Dəniz, mən yaxşıyam, təşəkkür edirəm. Sən necə? Günün necə keçir? Salam dostlar, əgər siz də ChatGPT-ni bu şəkildə danışaraq istifadə etmək istəyirsinizsə, bu videoda mən sizə bu funksiyanı necə hazır vəziyyətə gətirmək olar onu göstərəcəm. Əvvəlcə ChatGPT tətbiqini yükləyirsiniz. Telefona yüklədikdən sonra tətbiqə daxil olmaq lazımdır. Tətbiqə daxil olduqdan sonra əslində söhbət hissəsində elə bu funksiya birbaşa gəlir. Buraya toxunaraq ChatGPT ilə canlı biri kimi söhbət edə bilərsiniz. Mən isə sizə ChatGPT-ni daha özünüzə uyğun versiyaya necə gətirə bilərsiniz onu göstərəcəm. Salam, mən yaxşıyam, təşəkkür edirəm. Sən necəsən? Hər şey qaydasındadırmı? Sadəcə həmin hissəyə toxunub ChatGPT ilə danışmağa başlarsınız. Onu da deyim ki, əgər ChatGPT sizə fərqli bir dildə cavab versə, siz sadəcə ona mənimlə Azərbaycanca danış və ya istədiyiniz dili seçirsiniz ki, mənimlə bu dildə danış. Bu kifayət edir. İndi isə mən sizə səsi necə dəyişmək olur onu göstərəcəm. Bu hissəyə daxil olursunuz. Aşağıda voice-u yenə seçirsiniz. Hey, how's it going? I'm looking forward to working together. Hi there. Nice to meet you. Hello. Hi there. Hey, it's great. Hey, I'm ready to. Hey there. Hi, glad to meet you. I think we're going to do great work together. Where should we Buradan dili də dəyişə bilərsiniz input language-dən. Amma ki, burada Azərbaycan dili deyəsən yoxdur. Bu da problem deyil. Siz ChatGPT ilə danışarkən sadəcə mənimlə Azərbaycanca danış desəniz kifayət edir. O sizlə başlayır Azərbaycanca danışmağa. Eynən bu cür. Mən də buradayam, çox şadam. Bugün sənə necə kömək edə bilərəm?